Mən Murad Hüseynov, TNS şirkətinin əməkdaşıyam. Gəlmişik bura, TNS bizi gətirib öz mərkəzi ilə tanışlığa. Mən də istədim ki, buradan sizə göstərək, siz də TNS nədir tanış olasınız. Biz Azərbaycanda sadəcə bunları eşidirik, amma gəlib canlı görmək. 124 ölkədən insanlar gəliblər bura. Hər biri TNS üçün, TNS-in əməkdaşları, biznes partnyorlarıdır. Gəlin keçək içəri, tanış olaq buranı. Gördüyünüz bu böyük mərkəz Çində, Tianjində yerləşir. Yəqin ki, məlumatınız var ki, yaxın zamanda cənab prezidentimiz İlham Əliyev də Çində, sırf Tianjində olmuşdu, Sənaye şəhərində olmuşdu. Və biz də hal-hazırda buradayıq. Cənab prezidentimizin arxası üçün yolu ilə gedirik. Diğer şirkətinə həqiqətən minnətdarlığımızı bildiririk ki, biz üçün belə şəraiti yaradır və gəlirik, görürük, istirahətimizi edirik. Mən 21 yaşımda bir tələbə kimi başladığım bu şirkətdə artıq şirkətin güclü liderlərindən biriyəm və gəlirəm, ölkələri gəzirəm və təbii ki, tək gəlmirəm. Yanımda əməkdaşlarım, komandanla bərabər. Yəni Azərbaycanda 40-dan çox əməkdaş gəlib burada. Sırf olaraq gəlirlər, şirkətlə, istehsalatın bazası ilə tanış olurlar. Arxamızda gördüyünüz böyük binada TNS şirkətinin prezidenti dəyərli cənab Li Juyan əyləşir. Və eyni zamanda xüsusi proqramlar, hər şey buradan idarə olunur. Yəni bu ərazini belə görməyin. Bura böyük bir ərazidir. Sumqayıtdan da böyük bir ərazisi var. Hər bir TNS arzu edirəm ki, gəlsinlər, buranı görsünlər, bu anı yaşasınlar. Ya bəzən elə bilirlər ki, TNS sadəcə 28 maydan ibarətdir, Azərbaycandan ibarətdir. TNS dostlar 124 ölkədən ibarətdir. Burada bayraqları da görürsünüz ki, bu bayraqlar da hər bir yüzlü ölkənin hərəsinin bir bayrağıdır. Bizim də bayrağımız var. Gəlin bizim bayrağımızdan tanış olaq. Burada Azərbaycan bayrağını görürsünüz. Biz də bir Azərbaycanlı olaraq qürurla bu anı yaşayırıq. Bayrağımız burada dalğalanır və TNS şirkəti təbii ki, Azərbaycan bayrağı olmazsa olmazdı. Gördüyünüz kimi 120 ölkənin bayraqları mövcuddur. Biz qürur duyuruq bu andan. İnşallah biz Azərbaycanda daha da böyüyəcəyik, daha da inkişaf edəcəyik. Çünki burada gəlməyimizdə məqsəd yeni planlar, yeni məqsədlərin olmasıdır və işləri get-gedə daha da böyüdürük. Əgər kimsə bizim bu planlarda iştirak etmək, inkişaf etmək və o da bizi kimi bu həyatı yaşamaq istəyirsə, təbii ki, onlara da qapımız hər zaman açıqdır. TNS şirkəti deyir ki, sən məni öyrən, öyrət, həyatı yaşa. Dostlar, bura TNS-in otelidir. Bax, burada gördüyü insanlar var, ha, gəlirlər, gedirlər. Bunlar indi gəldilər bunların avtobusu. Hamısı TNS-çilərdir. Çox hissəsi qalxıb yuxarı, əyləşiblər artıq. Yəni otellərinə, otaqlarına keçiblər onlar. Bu insanlar da hələ indi gəlirlər. Çoxu gəlir. Bu gördüyünüz böyük bir oteldir, TNS-in otelidir. Gəlmişik TNS-in muzeyinə. Gedək indi içəri ilə tanış olaq. Buradan nasıl konuşuyoruz? Sistemin ölkələrində sol tərəfdə gördüyünüz həmin bu maşın, sizdən sağda, məndən solda olan bu maşın cənab prezidentin, cənab Lidunyanın ilk maşını olub. Və həmin bu maşını satır, işçilərin maaşını paylayır o vaxtı. Ki işçiləri işdən çıxartmasın, öz tədqiqatlarını davam elətdirsin, şirkəti inflyasiyadan qutarsın. Öz maşınını satır və işçilərin maaşını paylayır. Təbii ki, bir neçə ildən sonra yenidən artıq zənginləşdikdən sonra öz maşınını kimə satmışdısa, gedib həmin maşını geri alır və bugün sizin qarşınızda muzeyə gətirir, təhvil verir. Buradakı artıq TNS şirkətinin dünyada tanınması və bir çox ölkələrdə nümayəndələrin, artıq qaliblərin, eyni zamanda şirkətdə uğur qazanan insanların nümayişini göstərir və göstərir ki, burada çalışan insanlar artıq zənginliyə doğru yol alırlar və bütün dünyanın sağladığı ki, TNS korporasiyyə fəaliyyət açısından biznes layihələri. Orada bizdən sol tərəfdə dünyada baş verən proseslər, müharibələr, insanların əziyyət çəkməsi, neçənci illər hansı illərdə müharibələrin olması, insanların
məhv olması göstərilir və sağ tərəfdə isə TS şirkətinin həmin bu ölkələrdə ondan sonraki illərdə uğurları, nailiyyətləri, həmin bu müharibədə əziyyət çəkən insanlara köməklər olmaq üçün TS korporasiyasının məhsullarından istifadə edən və bu sahədə çalışan insanların uğurları və TS kompaniyasının məhsulları haqqında prezentasiyalar göstərilir. Bütün dünyaya artıq nümayiş olduğu ki, TS kompaniyası nə qədər uğurlu bir kompaniyadır, inkişaf dövrü başlayır TS şirkəti. Bəli, şirkətin muzeyində canlı şəkildə göstərilir. Bunun liderlərinizin yəqin ki, orqanlarınızsanız olar çıxacaq. Bu çox qürur verici halımızda, sizlərin sponsorlarda, sizlərin liderlərinizin. Dostlar, gördüyünüz bu bina TS şirkətinin keyfiyyətə nəzarət ofisidir. TS şirkətindən zavodları gəzəcəyik, istehsal bazalarında olacaq. Həmin istehsal bazasından çıxan bütün məhsullar burada laboratoriyada yoxlanılır. Hər hansı bir məhsulda adi, kiçik bir zərrə qədər də olsa bir problem yaranarsa, buradan geri qaytarılır zavoda və həmin zavodda yenidən emala verilir, ondan sonra sertifikatlaşdırılır və çıxır. Əgər TS şirkətinin hər hansı bir zavoddan qüsurlu məhsulu gəlirsə, burada nəzarət olunmamış, kənara çıxa bilməz. Ona görə bütün dünyada bugün TS şirkəti keyfiyyətə nəzarət sisteminə çox ciddi baxır və ona ciddi yanaşır. TS şirkətinin məhsulları ona görə də həmişə brenddir, heç vaxt onların saxtaları olmur. Yəni, TS şirkəti bunu qoruyur, öz məhsullarının saxtalanmış formasının kənara çıxmasına şərait yaratmır. Həmin departament TS şirkətinin ən uğurlu departament hesab olunur və bütün hamı bu departamentə tabidir. Gördüyünüz bu binada çalışan insanlara. Burada yüzlərlə alimlər çalışır və həmin alimlərin verdiyi qərarlardan sonra TS şirkətinin məhsulu satışa çıxa bilər, dünyaya paylanıla bilər. Deməli dostlar, indi isə gəlmişik istehsalat bazasına. Burada bizim kalsiyumları görürsünüz. Mənim məsəl ki, məhsullar 120 ölkədə mövcud olduğu üçün hər ölkəyə uyğun tərcümə olunur. Məsələn, bura Çin olduğu üçün Çincə yazılır, mənim məsələdir. Deməli dostlar, bura məhsulların istehsalat bazasıdır. Burada görürsünüz məhsullar artıq. Baxın dostlar. Hiçbir şeylere yapmıyor. Kenardan bakabilirsiniz ama elinizde olmuyor. Məhsullar burada xüsusi olaraq insan əli dəymədən hazırlanır. Sadəcə olaraq burada, qablaşdırma zamanı, yəni bu tip qablaşdırma zamanı, insanlar belə sadəcə məhsulları toxuna bilirlər. Bir də siz məhsulu alan zaman elə əlinizdən götürürsünüz, siz toxunursunuz ilk məhsulu. Gördüyünüz bu istehsalatdan gələn şirkətin istehsalat bazasıdır. İnsan əli dəymədən xüsusi metodla hazırlanır. Gördüyünüz bütün orada qiymət göstərən insanlar hamısı Alman teknolojisi ilə hazırlanır. Görürsünüz istehsalatın gelişini real olaraq insan dostlar, burada istehsal olunan məhsullar, müxtəlif məhsullar. Burada kardiseps məhsulu, istehsalatı gəlir. Anladıqlarını keçdikdən sonra qablaşdırmaya gəlir. Görürsünüz, sağ tərəfdə qablaşdırmanı görürsünüz. Otururlar aparatda. Sadəcə nizamlayırlar, heç bir şey əldə edilmir. Bilirsiniz ki, kardiseps məhsulu dünyada yeganə antibiotikdir ki, bütün insanlar tərəfindən rahat şəkildə mənimsəndir. Kapsulalar ayrı. Bax, o başdan bu tərəfə gördüyünüz hər bir məhsul artıq keçdikdən sonra kapsula şəklindən sonra qutulara, qutulardan sonra qapaq bağlanılır, qapaqdan sonra gəlir, sıxılır və sıxıldıqdan sonra müəyyən ölçülərdə qablaşdırılır. Xüsusi kababkalarda qablaşdırılaraq
satışa bırakılır. Gördüğünüz sonuncu proses de burada. Bir neçə dəqiqədən sonra gəlin məhsul bura çıxdıktan sonra görəcəksiniz. Hər bir şey avtomatlaşdırılmış şəkildə götürülür və qablaşdırılır. Görürsünüz necə həmin qutuları hansı şəkildə, baxın, sadəcə qutuların yanında bir nəfər oturubdur, sonda qutuların üstünə etiketlər yapışdırır. Vəssalam, bütün qablaşdırılma hamısı, qutulara hətta belə yığılma, hamısı xüsusi texnologiya. Baxın, korobkanı necə götürdü, baxın. Gördüyünüz kimi, korobka belə götürülərkən avtomat mexanizm vasitəsilə götürülür və ötürülür. Sadəcə bir nəfər korobkaların üstünə etiket yapışdırmaqla, tarix etiketi yapışdırmaqla başlayır. Tədbirdən bir gün əvvəl. Hazır olsun. Dostlar, çamadanları indidən hazırlayın. Növbəti nə vaxt belə bir tədbir olsa, mütləq orada olmalısınız. Tədbirimiz sabahdır, bu hələ məşqdir. Möhtəşəm. Murad bəy, 10.000 TNC-nin içərisində maşın mükafatçısı olmaq necə bir hissdir? Zəhmət olmasa bunları açıqlayardınız. Həqiqətən bunu hissləri danışaraq izah etmək mümkün deyil. Amma ki, bir Azərbaycanlı olaraq 124 ölkədən insanların içində bu mükafata düşmək, o insanların hər birinin sənə alqışlaması, onun dadı tam başqadır. Soruşurlar, gəlirlər, şəkil çəkdirirlər, hardansan qürurla deyilir ki, Azərbaycan. Bu his heç şeyə dəyişmək olmaz, möhtəşəmdir. Müxtəlif ölkələrdə insanlardır, gəlirlər, yaxınlaşırlar, tanış olur. Və bir şeydir, ən sevdiyim şey odur ki, hamı gülür, hamı pozitivdir. Çünki hamı TNC-dədir. Çünki burada olan insanlar hər biri TNC-in fəlsəfəsini başa düşən insanlardır. Siz də əgər TNC-dəsinizsə, həyatı yaşayacaqsınız. Thôi đi. Và đấy cứ yếu tố đấy người ta được lên sân. Maşın mükafatçısı ilə hamı şəkil çək. Murad bəy maşın mükafatını götürdü. Okay, Hər kəs necə şəkil çəkdirir. Hər bir ölkədən insanlar var burada. Bizim də bayrağımızı görürsünüz. 124 ölkə. Yakta yürü salar. Hemen öyle olsaydı gitki. Gitki de korkuyor. Bütün ölkələr buradadır. Xüsusi seçilən əməkdaşları gəliblər bura. Samim əmi, nə istəyirsiniz? Azərbaycan bayrağını... Süper, gurur vericiliği. Türk bayrakları arasında biz kurmuşuk Azerbaycan bayrağını. Biz 124 ülke arasında Azerbaycan bayrağını dalgalandırdık. Ve bu ikinci gurur verici odur ki Türk kardeş ülkeler arasında. Möhtəşəm. Deməli dostlar, bura möhtəşəmdir. Hər ölkədən insanlar var. Hamısı TNC-dir. TNC-nin əməkdaşlarıdır. Seçilən xüsusi əməkdaşlarıdır. Öz bayraqları ilə gəliblər. Azərbaycan da arxamızdadır. Abi bəy, nə istəyirsiniz? Super, möhtəşəm hisslərdir. Həqiqətən bu ərazi, yəni Sumqayıtdan da böyük bir ərazi, TNC şirkətinin özünün ərazi sahələridir. İstehsalat bazası var. Şirkətin özünün tacısı, baxın bura xəstəxanasıdır. Ondan sonra 4 dənə oteli, 5 dənə oteli var. Bu arxamızda gördüyünüz yeməkxanasıdır, şirkətin özünün yeməkxanasıdır. Çünki burada 30 minlik, 10 minlik böyük tədbirlər keçirilir.
Çox möhtəşəm bir yerdir, Bəli. çox super bir yerdir. Kaş əməkdaşlar hər biri burada olsun, həqiqətən. Bu hissləri, bu anları biz videolar çəkirik, sadəcə sizə öz duyğularımızı, öz hisslərimizi göstərməkdən ötürü. Yəni bunlar həqiqətən möhtəşəm bir hissdir. Sizlərə də qismət olsun. İnşallah, inşallah. Deməli dostlar, burada gördüyünüz bütün insanlar müxtəlif ölkələrdən olan klientlərdir və hər biri şirkətin avtobonus mükafatlarıdır. Səhnəyə çıxmaq üçün məşq edir. Hindistan var, Tacikistan var, Qazaxıstan var, Çin var, Tayland var, sonra Amerika və digər bir çox hər yerdən demək ki, insanlar var. Avtobonusa çıxmışdır, burada müxtəlif ölkələrdəndir. TNS Azərbaycan əməkdaş olaraq Azərbaycanı təmsil edirik. Budur, baxın, Murad müəllim, bizi xidmətin rəhbəri təqdim edir. Təşəkkürlər Murad müəllim. Помашем флагом и покажем, как крепка наша дружба. Под развивающимися флагами вместе отправишься в новое путешествие. 此刻，这一面面承载着不同语言、不同文化，却同样闪耀着共享、共赢、共荣光华的旗帜，正等待着一次心与心的共鸣。当我们摇动旗帜的那一刻，我们摇动的不仅仅是对天狮事业的信心，更是对天狮全球平台的信赖。不仅是对彼此的问候，更是对未来合作共赢的坚定 10.000 nəfəri böyük 每步 tədbir. 坚定的步伐中，都是天狮与世界各国携手共创健康生态的磅礴宣。İzləyicilər, bugün yenə PS'dəyik. Mükafatlanmağa gəlmişik. 2023-cü ildə bu vaxtı mənim başım mükafat almışım. İndi isə Murad bəy alır. Təbrik edin Murad bəy, davamı gəlsin. Uğurlar arzu edirik. Təbriklər, təbriklər. İnşallah yıl da say daha çok olsun. Amin, amin, amin. Alo Harbi! Alo İsa'nın! Alo Rüne! Yes! We are happy! We are ready! Pushing, pushing, pushing! 中国区的家人们，我们先来，先落座。All right, please be seated. Okay, thank you. Thank you. Please be seated. Please be seated. We still have event to continue.